Salam. Bugün sizə limfa vəzlərinin böyüməsi ilə müşahidə olunan xəstəliklərdən danışacağım. Niyə bu mövzuya toxunmaq istədim? Çünki qulaq ətrafı, çənə altı limfa vəzlərinin böyüməsi zamanı el arasında tanınan sivinka və elmi dildə episemik parotit olan xəstəlikdən şübhələnib infeksiyonistə yönləndirdilər. Lakin onu bildirmək istəyirəm ki, limfa vəzlərinin böyüməsi təkcə bu xəstəliklə əlaqədar deyil. Limfa vəzlərinin böyüməsi müxtəlif infeksion xəstəliklər, autoimmun xəstəliklər, gematoloji və yaxud onkoloji xəstəliklər və digər xəstəliklərdən baş verə bilər. Bugün real xəstə üzərində danışacağıq və bu real xəstə üzərində diaqnozu təyin edəcəyik. Xəstənin şikayəti səpkilərin olması gördüyünüz kimi aşağı ətrafda vaskulitə bənzər səpkilərdir. Bundan əlavə olaraq üz nahiyəsində bütün minor və major limfa vəzlərinin böyüməsi və təbii ki, ağız quruluğu, göz quruluğu xəstədə müşahidə olunurdu və qidalanması təbii ki, məhdudlaşmışdı. Qətiyyən ağız hissəsini aça bilmirdi. Belə böyüklükdə limfa vəzlərinin böyüməsi, bəli, iltihab olsa da, lakin bu başqa bir xəstəliyin nəticəsində olan infeksiyon prosesi idi. Və təbii ki, bu xəstəni ətraflı araşdırdıq. İlk növbədə xəstədə qan ümumi analizi CRP, ana və ENA paneli yoxlanıldı. Xəstədə infeksiyon proses olduğu üçün protokola uyğun olaraq antibiotik, non-steroid iltihab əleyhinə dərman təyin olundu və alt dodaqdan biopsi olunaraq cavabı əldə edildikdən sonra revmatoloq müalicəsini davam etdirdi.